Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyicilər. 9-cu sezon 2-ci tur və gülüş qarşılaşması Gold Boys və Ateşi arasında başlayır. Hər iki komandaya uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. İndilərə məhsuldar maraqlı oyunun şahidi olacaq. Meydandan sol tərəfdə Ateşi, sağ tərəfdə isə Gold Boys kollektivi çıxış edir. Rəqib top ələ keçirdi, zərbə. Şəhdi alanmır. Elvin Xəlilov zərbə indirmişdi. Seymur Ağayev. Hüseyin oynadı, təcrübəli qatçı Hüseyin Bayramov. Bir uzun ötürmək isə Kərim Qafarov yerindədir. Top meydanda saxlama mümkün olmadı. Ataş cəhd etmişdi. Dadaşzadə. Xəlilov. Uzaq məsafədən zərbə Hüseyin Bayramov. Keçid vermir. Oyun sürətli başladı. Bu da yüksək tipdə qarşılaşma izləyəcəyimizə müjdədir. Maraqlı oyunun şahidi olacaq. Salam aleyküm gələnlər, yeni gələnlər, hər biriniz xoş gəlmişsiniz. Hər birinizi ayrıca salamlayıram. Bəli, Şimal Qresi oynayacaq. Gözəl rəylər üçün də minnətlarım. Ekranı bəyənəyə paylaşaq, zəhmət olmasa. Nə sualınız olduqca da yazın, fasilə yaranan zaman hər birini cavablandıracağım. Xəzər Futbol Liqasında 9-cu sezonun qrup oyunları davam edir. İkinci turumuz elə bu qarşılaşma ilə də start götürür. Bir daha xatırladıram, Gold Boys və Ateşə kollektivləri üzrədir. Bu qarşılaşmada Hüseyin Bayramov. Elman Əliyev düşüncəsi ünvana çatmadı. Elvin Xəlilov. İnicimata kapitan ötürmək istəyirdi. Ara ötürməsi. Bir zərbə çəkdi Hüseyin. Yaxın külçünü yaxşı bağladı. Murad Dadaşzadə komanda yoldaşlarından üzr istədi bu zərbə üçün. Masa 0-0'lıq bərabərlik var, bir daha xatırlatıram. Yeni Suraxanı stadionunda Gold Boys və Ateşi oyununda elə ki hesab açılmayıb. Qayda pozulub, Elmar Əliyev yerdə qaldı. Referinin göz önündə baş verirməz. Kobudluq var idi bir qədər. Köntöy davrandı Elvin Xəlilov. Oyunu idarə edir Ədalət təmsilçisi Fəqan Kərimov. Bu arada səhvimi düzəldim. 1-0'lıq bir üstünlüyü var, minimal hesablı üstünlüyü var məhz. Ateşə kollektivi oyuna gecikdiyi üçün 0-1 hesabı ilə geridən. Başladılar oyuna. Top etkisi Vasif topladı. Vasif! Zərbə cəhdi alınmır. Məsələ sizsəyləriniz nəticəsində mən də xatırlatma edim bir daha. Fikrinə yayılmış ola bilər. 1-0'dır. Ateşə kollektivi oyuna gecikdiyi üçün 0-1 hesabı ilə geridə başladı qarşılaşmaya. Lions kollektivi bu gün mübarizə aparacaq, amma oyunun vaxtını tam bilmirəm. Coşqun Məhmədli qapı qarşısına ötürmək isə Vataş şıram edə bilmir. Eydər Mustafayev ötürmək komanda yoldaşına Elmar Əliyev bir qədər. Cinayət dəyişmə hissəti alınmadı. Murad topladı. Murad aldadıcı cəhdlər. Qapı qarşısına ötürmək isə. Qapıcıda qalır top. Yeni gələnlər xoş gəlmişsə deyə üçün minnətdaram. Çox sağ olun. Hacıyev. Komandanın kapitanı. Hacıyev Tural. Ötürməsi yaxşı alındı. Elmar. Elvin Xəlilov sökdü aldı top rəqibindən. Məsələ Yaxətada top hərəkətli onlar adına. Murad rəqibini keçə bilmədi Vasif. Hacıyev.
Eyni cinata komanda yolaşı ötürmək istəyirdi. Məsəlində onunla oynadı. Heydər Mustafayev. Heydər. Elmar. Elmarın zərbəsi. Son anda bir müdaxilə var idi. Davud Dadaşzadə. Toxunuş etdi. Elmar daha bir cəhd olacaq atəşi adına. Son müdaxilə Kərim Qafarovdan. Yan xətdən top hərəkətliyi qazanmalıdır. Qapı xəttinə topun meydanını tərk etməsinə imkan vermir Kərim Qafarov. Kərim uzaqlaşdırdı. Daha bir zərbə çəkdi. Həm Davud həm də dirək mane oldu. Müdafiədə əl oynadılar. Bir qədər bu dəqiqələrdə müdafiədən çıxmaq çətinlik çəkir Gold Boys kollektivi. Amma buna rəğmən yaxşı müdafiə olunurlar və hələ ki qapılarında toxunma saxlamağı bacarırlar. Elmar Əliyev çöndü yerində bir zərbə. Geçmir. Daha bir ötürmək istəyi alınmadı. Elvin Xəlilov Coşqun Məmmədli istiqamətdə komanda yolaşı ötürmək istəyirdi. Murad Dadaşzadə Hüseyn də qapısını tərk edib. Eləməz. Son müdaxilədə ondan gəldi. Hüseyn. Bir qədər inamsız oynadı. Taş, Elvin Xəlilov. Hədiyyə üçün çox sağ olun. Hacıyev. Elmarın önündə qaldı Elmar. Qapısını da alladı. Topu qapıdan keçirmək istədi amma alınmır. Bərabərlə gətirməyə çox yaxınlaşır Atəşə kollektivi Murad. Ataş. Son müdaxilə Vasif Xəlilovdan. Elvin. Elmar aram edə bilmədi. Kərim Qafarov komanda yolaşı ilə anlaşa bilmir. Topu uzaqlaşdırır. Seymur Ağayev. Elmar Əliyev. Rəqib araya girmək istəyi. Top elə keçirməyə bacardılar. Elvin Xəlilov da. Gold Boys adına cəhdi izləyəcəkdik. Murad. Komanda yolaşının ötürməsini gözləmirdi sanki. Elmar Coşqun Məmmədli geridən gəldi. Heç bir qayda pozuntusu yoxdur. Hakim etirazlar var idi. Fəqan Kərimov epizoda yaxın idi və oyuncuların davam etməsini istədi. Heydər! Heydər Mustafayev! Top elə keçirdi aldadıcı cəhdlər və ikinci nişan alır topu. Torlara yollamağı bacarır. 1-1. Kartlar yenidən paylanacaq meydanda. Gold Boys və Atəşə oyununda bərabərlik var. Ataş. Sinan boyunca elədi. Mərkəzə doğru ötürməyə. Ağayev ötürməni oxudu, araya girdi. Elvin. Top meydan tərk etməyib. Sinan dəyişir isə Seymur Ağayev Elvin. Sona qədər mübarizə aparır, itirmədi. İndi Cinahda. Coşqun düşüncəsi ünvana çatmır. Yeni gələnlər biz xoş gəlmişsiniz. Fasilə yanan zaman bütün suallarınızı cavablandıracağım. Ekranı bəyənib paylaşanlar aşağıda adlarınızı görürəm. Hər birinizə ayrıca minnətdaram. Məsələ ekranı bəyənib paylaşanlar. Qarşılaşmada 10-cu dəqiqə. Tam dəqiqəni isə məhz ədalət təmsilçisi bilir. Çünki 0-1 hesabı ilə geridə başlayıb oynayan Atəşə kollektivi məhz oyuna gecikdikləri üçün. Elvin rəqibdən top almağa bacardı. Elvin Xəlilov Hüseyn. Diz qapısının üzərinə zərbə endirdi. İkinci nişan alsa daha effektiv ola bilərdi. İki kapitan üzrədi. Coşqun Məmmədli və Hacıyev Tural. Coşqunun müdaxiləsi sonrası top meydan tərk etmişdi. Hacıyev. Heydər. Dabanı ötürməsi. Zərbə. Əliyevdən alınmır. Kərim Qafarov. Davud Dadaşzadə. Davud. Ötürmə. Müdaxilə var idi. Köşdən zərbə.
Golboys adına bir duran top şansı. Murat Dadaşzadə topun arxasında. Elvinə doğru ötürmə. Gəlişinə zərbə indirmək istədi, amma top ayağına tam oturmur. Hacıyev. Qayda pozulub Hacıyev Turala qarşı. Davud qaydanı pozub. Heydər Mustafayev məhz bərabərliyi o gətirmişdi. İndi bir zərbə çəkdi. Top qapının üzərinə meydan tərk edir. Çərçivəyə düşmə mümkün olmadı. Kərim Qafarov. Ataş. Yeni cəhd ötürmək istəyir Vasif Xəlilov araya girdi. Elmar Əliyev. Heydər Mustafayev. Heydər Mustafayev. Komandasının və özünün ikinci qolu. Dubl edir. Geri dönüş gol oldu. 0-1'dən hesabı 2-1'ə çevirməyə bacardılar. Ateşa 2, Golboys 1. Xəlilov, Coşqun, ara ötürməsi. Natiq, məsələ. Natiq Quliyev Murad Dadaşzadəni əvəzləyib. Topla ilk təması idi. Amma yaxşı ram edə bilmədim. Heydər, ara ötürməsi, Coşqun ötürməli oxudu, Coşqun Məmməddir. Zərbə keçmir. Elmar Əliyev. Uzaq məsafədən yerlə zərbə, təhlükəli idi. Az feyqlə top qapıdan yan keçir. Coşqun. Tamam. Hacıyev. Elmar Əliyev. Seymur Ağayev. Vasif Xəlilov. Elmar Əliyev. Bir əksum şans ola bilər. Elvin Xəlilov irəliyə bilmədi. Vasif. Ötürmə, zərbə və gol! Elmar Əliyev tamamladı. Axır ki, istədiyinə nail olur. Üç bir oldu. Fərq bir qədər də artır. Golboys 1, Ateşka 3. Qardaşlar, ekranı bəyənə paylaşaq da zəhmət olmasa. 250 nəfərdən başladıq, görün yayım necə düşüb. Bəyənmirik, ona görə məhz. 3000 bəyənmə var, çox azdır, çox. 10.000 edəyəm, zəhmət olmasa. Mən sizi bütün suallarınızı cavablandıram, siz zəhmət olmasa bəyənib paylaşın. 10.000 edək dayanaq. Yeni Suraxanı stadionu. Elmar. Ötürmə, zərbə. Mustafayev bu səfər alınmır. Coşqun. Hacıyev aya qoymuşdu. Elmar Əliyev. Elmar zərbə çəkdi. Kərim Qafarov bu səfər ona keçid vermir. Bir. Hüseyin Bayramov. Elmar. Ötürmə imkanına çatmadı. Kərim Qafarov. Bir. İki. Elmar.
Seymur Ağayev. Əlas qardaşlar, çox sağ olun, var olun, ekranı bəyənənlər. 6000 oldu. 10.000 edə deyənək. Görürsünüz yayım necə qalxır. Fasilə yanan zaman isə bütün suallarınızı cavablandıracağım. Davud. Natiqin bir təzyiq vardı. Alamadı Elmar Əliyev, Heydər Mustafayev. Hacıyev araya girdi. Kapital. Düz qapının üzərinə zərbə indirir. Bəli, Ateşə kollektivi 3-1 hesabı ilə öndədir. Golden Boys önündə. Yeni Suraxanı stadionudur. Heydər. Hacım üstünlüyə buraxdı. Heydərin zərbəsi keçmir. Hacıyev. Ötürməklə başladı Elmar Əliyev. Təzyiq var idi. Son müdaxilə. Natiq Quliyevdir. Yaxıda top hərəkətliyi qazanmalıdır Elmar Əliyev. Heydərlə oynadı. Heydər dubl edib. Elmar isə məhz son fərqlənən oyuncu olub. Seymur Ağayev. Qayda pozulub. Cərmə zərbəsi olacaq. Bir nəfərin ibarət canlı sədd var. Elmar. Canlı sədd daşmır. Ataş zərbənin qarşısını kəsmişdi. Kərim top ələ keçirdi. Kərim Qafarov. Elvin Xəlilov ötürməni gözləmirdi. Oyunun əvvəlində Elvini daha effektiv görürdük. Hal-hazırda tam da ondan gözlənilən performansı qarşılamır. Komandanın qol silahı Elmar. Önü bağlıdır, zərbə üçün tavan ötürməsi alınmadı. Səhvini düzəldir, geriyə ötürmə Hüseyin Bayramov. Topa nəzarət edir Ateşə kollektivi. Elvin Xəlilov. Elvin. Ara ötürməsi Natiq. Zərbə çəkdi Hüseyin. Sınısını öğrendi. Ataş. Elvin. Direğe tuş gəldi. Bizden. Oyna. Ataş, Elvin. İdaraya girmək istəyi, qayda pozunsun və vərəqə. Heydər Mustafayev sarı vərəqələ cəzalanır. Qarşılaşmada dubl etib. Rəqibinə qarşı qeyri-etik davranışla yadda qaldı. Topsuz müdaxilə tam da referinin göz önündə və Fəqan Kərimov əhv etmir. Fəqan hər zamanki formundadır. Bu ikinci turda, ilk qarşılaşmada, ilk vərəqə. Ötürməklə başladılar. Ataş! Hüseyin yerindədir. Təkrar zərbə. İmkan vermədilər. Son müdaxilə Vasif Xəlilovdan güclü zərbə. Eynici atan yenidən. Bir cəhət olacaq. Qapı qarşısına ötürmək. Keçmir. Əksum şansı ola bilər Elmar Əliyev. Davudun gerdən bir müdaxiləsi vardı. Natiq Quliyev. Ataş. Dadaş sadə topladı. Ataşla oynadı. Ağayev uzaqlaşdı. Heydər Mustafayev. Heydərin önündə qaldı. Heydər Mustafayev. Ötürmə. Ataş müdafiədə yaxşı oynayır. Bir qüvvətli zərbə. Son müdaxilə. Seymur Ağayevdən gəldi. Ataş. Ara ötürməsi. Bir gəlğıç surətli idi. Kanal yoldaşı çata bilmədi Heydər Mustafayev. Elmar.
Heydərin ön istiqamətində Heydər! Kərim Qafarov. Təhlükəni soğuşdurdu. Hesab 3-1. Qaldı boys 1, Ateşkə 3. Vasif Xəlilov ötürməni oxumuşdu. Cinad Əşil Hacıyev. Ötürmə, bir qüvvətli zərbə. Kərim Qafarov. Gözəl hərəkəti izlədik. Elmar Əliyevin zərbəsinə Kərim Qafarov keçid vermir. Ağayev. Hacıyev. Hatta top oyuna daxil edilməlidir Hacıyev. Elvin Xəlilov. İzle. Tamam. 1-2. Yerlə zərbə Kərim Qafarov uzaqlaşdırmağı bacardı. Heydər yerdə qalıb. Hakim etirazlar var. Referi. Oyunu davam etirdi. Qaydanı pozulmadığını bildirdi. Coşqun rəqibini keçə bilmədi. Mustafayev. Pasında da sarı vərəqə var. Qapıdan zərbə Kərim Qafarov. Coşqun Məmmədli. Coşqun sağ cinə boyunca elədi. Vasif Xəlilov. Daha yaxşı oynadı. Rəqibə nisbətdə. Yan xətdə top hərəkətli qazanı ötürməsi ataş keçid vermir. Əksün şansı ola bilər Hacıyev. Elvin Xəlilov rəqibinin qarşısını kəsməyi bacarır. 1. Natiqin zərbəsi çox pis alanda, çox. Ha. CRV götür. CRV. Elvin Xəlilov. Aldatıcı cəhdlər, Elvin. Son müdaxilə. Seymur Ağayevdən yan xətdən top hərəkətli. Üzrə küşdən zərbə idi. Heç cür keçid vermirlər. Gold Boysun məhz aktivində bir gol olsa da onlar özləri fərqlənməyiblər rəqib oyuna gecikdiyi üçün. Onların aktivdə bir xal yazılmışdı hesabda. Hələ ki məyus edə bilmirlər rəqibi Hacıyevdən. Bir gol epizodu izlədik. Komanda yoldaşlarını intizarda saxladı. Sonucu. İki hissədə son cəhd. Elvin Hüseyin Bayramov. Keçid vermir. Arka boşdur. Gözlər referidə, bəli. Elə bu cəhətlə də, bu epizodla da Fəqan Kərimov ilk hissəni bitirdi. Komandalar fasilə yollanır, heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.